اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم ارزقني فيه رحمة الأيتام وإطعام الطعام وإفشاء السلام وصحبة الكرام بطولك يا ملجأ الآمنين. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا. واللعن الدائم على أعاديهم ومخالفيهم أجمعين من الآن إلى يوم الدين. Salam, hoş gördük sizleri değerli mümin, Müslüman bazı kardeşlerim. Allah mübarek Ramazan ayında ettiğiniz duaları, tuttuğunuz oruçları, ibadet, itaatleri Allah Teala dereceye kabul getirsin inşallah. Ramazan ayının 8. gününün duası ve onun şerhi. Bismillahirrahmanirrahim. Allahümme erzugni fihi rahmetel eytam ve it'amet ta'am ve ifşa'es selam ve sohbetel kiram. Ey Allah, Pərverdigara, bugünkü gündə mənə yetimlərə rəhm etməyi, yetimlərlə mərhəmətli davranmağı mənə nəsib elə, mənə ruzi verginən. Bəli, mümin insanın ən gözəl əxlaqi keyfiyyətlərindən biri, ən gözəl sifətlərindən biri, hansı ki o sifət onu həm Allah yanında, həm də insanlar, cəmiyyət arasında onu mötəbər, möhtərəm eləyir, dəyərli bir insana çevirir. Həmən gözəl əxlaqi sifətlərdən biri də yetimlərə qarşı mərhəmətli davranmaqdır. Yetimlərə qarşı rəhmət hissinin, yüksək rəhmət hissinin olmasıdır insanda. Həqiqətdə yetimlərlə gözəl mərhəmətlə, rəhmətlə davranmaq, onlara olan rəhmət özümüzün özümüzə olan rəhmətidir. Belə ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur: İn əhsəntum, əhsəntum li ənfusikum. Əgər yaxşılıq etsəniz, bilin ki, o yaxşılığı özünə etmiş olarsınız. O bir rivayət ki, Əmirul Müminin Həzrəti Əli Əleyhissalatu vəssalamdan bəzən bizim gənc mümin qardaş bacılarımız bunu anlamaqda sadə bir cümlədir. Bunu anlamaqda biraz çətinlik çəkirlər, sual edirlər ki, bəs nəyə görə bu hədis, bu rivayət Əli Əleyhissalamdan nəql olunur? O rivayət bundan ibarətdir ki, mən heç kəsə yaxşılıq etməmişəm, mən yalnız özümə yaxşılıq eləmişəm. Yəni Əli Əleyhissalatu vəssalam heç kəsə ehsan etməyib. Nəyə görə buyurur ki, o Həzrət ki, mən yalnız özümə yaxşılıq etmişəm? Cavabı budur ki, Həzrət bunu deyir ki, o yaxşılıqları ki, mən etmişəm, İstər sədəqə vermək olsun, hər növ köməkliklər olsun, saysız hesabsız o Həzrətin ehsanları ki var. Allah Teala ki Qur'an-ı Kərimdə buyurur: İn əhsəntum, əhsəntum li ənfusikum. Ey insanlar, bilin, əgər yaxşılıq etmişsinizsə, o yaxşılığı özünüzə etmişsiniz. Yəni Allah onun mükafatını sizə qaytarıbdır. O yaxşılığın əvəzini Allah öz ibarəmizdən artıqlamasıyla Allah Teala sizə qaytarıbdır. Və Həzrət buyurur ki, mən nə yaxşılıq etmişəm, onun mükafatını Allah'tan almışam. Onun əvəzini Allah'tan almışam ki, o yaxşılıqları mən nəticədə özümə etmiş oluram. Bəli, ey mənim Allahım, bugünkü gündə yetimlərə rəhm etməyi mənə nəsib elə. Yetimlərlə mərhəmətlə davranmağı, mərhəmət hissinin yüksək olmasını mənə nəsib et ki, belə ki, Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh buyurubdur. Yəni, yetimə qayğı göstərən, yetimə baxanın Allah yanında məqamı o qədər yüksəkdir ki, Xatəmul Ənbiya, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh buyurubdur. Ənə və kafilul yetim kəhateyn. Mən və yetimə baxan, yetimə kəfil olan adam. Kəhateyn iki barmağını, yəni bu ibham barmaqla, yəni Peyğəmbər əleyhissalam belə göstərməyibdir. Rivayətdə var ki,
Və qarana beynə isbeyn, iki barmağını bir-birinə yaxın edib göstərdi ki, yəni mən, yəni barmaqların yaxınlaşdırdı bir-birinə. Mən və yetimə baxan bu cürə yaxın olacağıq. Yəni behişdə məqamları eynidir. Aman Allah. Yəni o peyğəmbər ki, aləmlərə rəhmətdir. Allahın həbibidir. 124 min peyğəmbərin əşrəfidir. Hansı ki o həzrət olmasaydı ki, lovlak, ey mənim həbibim, ey peyğəmbər, əgər sən olmasaydın, mən əflaki, mən kainatı yaratmazdım. Hansı ki onun məqamı haqqında Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur, fi məq'ədi sidqin ində məlikin muqtədir. Belə bir peyğəmbər sallallahu aleyhi və aleyh buyurubdur ki, yetimə qayğı göstərən, yetimə arxa olan, yetimə mərhəmət göstərən, baxan, xidmət edən mənimlə bu cürə olar. Yəni peyğəmbər əleyhissalamla bahəm olar. Bəli. Və başqalarının yetimləri ilə, mərhəmətlə, mülayimliklə, rəhmətlə davranın ki, sizin yetimlərinizlə də o cürə davranılsın. Və yenə Həzrət Peyğəmbər əleyhissalamdan nəql olunan bir hədisdə oxuyuruq ki, Peyğəmbər Əkrəm buyurubdur, hər kəs bir yetimin başına sığal çəkərsə, mərhəmət hissi ilə yetimin başına sığal çəkərsə, onun əli o yetimin başına çəkilən zaman nə qədər o uşağın başında, o yetimin başında olan tüklərin sayı qədər ki, əli təmas edir, o tüklərin sayı qədəri Allah o şəxsin günahlarını bağışlayar, ona Allah səvab verər. Neçə yerdə Allahın ərşi titriyər, Allahın ərşi lərzəyə gələr, biri də əgər bir yetimin qəlbini sındırıblar, bir yetimi ağladıblarsa, Allahın ərşi titriyər. Və Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam buyurubdur ki, Allaha fil eytam, yəni qorxun Allahdan. Ehtiyatlı olun, yetimlər barəsində Allahdan qorxun, Allahı nəzərdən qaçırmayın. Yetimlər barəsində danışanda, rəftar edəndə. Bax, mübarək Ramazan ayıdır. Evlərində uşaqları olan ailə başçıları, nə qədər onların uşaqları sevinirlər ki, belə ki, ata, ana əyləşiblər və övladlar bir süfrə kənarında iftar süfrəsi, böyüklər iftar edirlər, iftar süfrəsi və o uşaqlar həmən süfrə başında olan o uşaqlar, lap oruç tutmayan az yaşlı uşaqlar ki, amma nə qədər sevinç, fərəh hissi ki, öz ata-analarını görürlər və ata-anaları gözəl iftar süfrəsi tərtib ediblər. Bunu bilək ki, yetim uşaqlar bu hissdən, bu gözəl hissdən, bu ayda, bu rəhmət ayında məhrumdular. Bəs bu ayda yetimlərə qarşı daha çox mərhəmətli davranmağımız gərəkdir. Odur ki, bugünkü günün duasında deyirik, istəyirik Allahdan. Allahümme erzuqni fi rahmetel eytam. Allah bugünkü gündə yetimlərə rəhm etməyi mənə, ruzi vermənə nəsib et. Və it'amət təam və təam verməyi, əli açıq olub, süfrəsi geniş olub, təam verməyi mənə nəsib etkinən. Xavtamul Ənbiya Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurubdur. Əyyuhən nas, mən fəttərə saimən müminən. Hər kəs bir oruç tutan müminə iftar verərsə, yemək verərsə, bu ayda, bu mübarək Ramazan ayında, onun savabı odur ki, sanki bir qul azad edibdir. Bir qul azad edibdir. Təam vermək ən böyük savab işlərdən biridir ki, belə ki, Qur'an-ı Kərimdə İnsan surəsi, Həl-Əta dediyimiz İnsan surəsində Allah Teala o ailə ki, Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam, xanım Zəhra salamullah əleyha, onların şənində nazil olan ki, o ayə, o surə, yut'imunət təamə ələ hubbihi miskinən və yetimən və əsira. Allah tərif edir o ailəni, hansı işlərinə görə. Yəni, o qədər Allah Teala dəyər verir ki, bu işə təam verməyə ki, Allah onu nazil eləyibdir aləmlərə. Allah Teala bəyan edir ki, onlar təam verəndilər. Özlərinin ehtiyacı olduğu halda öz yeməklərini, təamlarını yetimə, miskinə, əsirə verirlər. Bəli, təam vermək ən gözəl əməllərdən biridir ki, və bugünkü gündə Allahdan
diləyimiz, ikinci istəyimiz bu oldu ki, İlah Pərverdigara və təam verməyi mənə ruzi verginən, mənə nəsib elə ki, mən süfrəsi açıq olan, səxavətli olan və təam verənlərdən olan. Bir hədisi şərifdə oxuyuruq. Zamanı ki, Həzrəti İbrahim Peyğəmbər əla nəbiyyinə və alih və aleyhissalam elə ki, Kəbə evini bina edir. Tənəffəsə suuda. Bir dənə bir dərin ah çəkdi. Böyük bir iş görüb. Beytullah, Kəbə evini innə əvvələ beytin vudəlinnəs ləlləzi bi Məkkətə. Əvvəlinci ev ki, aləmləri hidayət edən mübarək Allah adlandırıbdır onu. Aləmlərin qibləsi olan dəyərli bacı qardaşlarım, Kəbə evini bina elədi. Böyük bir xidmət, bir dənə ürəkdən bir nəfəs aldı. Gözəl bir, böyük bir iş görübdür Allahın əmri ilə o Peyğəmbər Həzrəti İbrahim əleyhissalam. Cənab-ı Cəbrail nazil oldu. Ya İbrahim, həl ətəmtə təam və əşbə'tə caiyən və kəsəftə uryanən. Sən bir savab iş görmüsən, bəyəm o qədər böyük işdir ki bu, məgər sən təam vermisən, bir acın qarnın doydurmusan, ya bir libası olmayana libas vermisən. Kəbəni bina eləmişsən, çox gözəl. Amma onu bil ki, bundan böyük işlər, belə bir ah çəkdin ki, belə bir nəfəs aldın ki, belə bir arxayınlıqla ki, məgər təam vermisən, məgər bir acı doydurmusan, məgər bir paltarsıza paltar vermisən, Kəbəni bina eləmişsən. Yəni, bu hədisə diqqət yetirəndə baxın ki, yəni təam vermək, acı doydurmaq, libası olmayana libas vermək, paltarı olmayana paltar hədiyyə vermək, onu geyindirmək, savabı Kəbəni inşa, Kəbəni bina eləməkdən də əfsəldir. Həzrət İmam Sadiq əleyhissalatu vəssalam buyurubdur, mən ətəmən müminən, hər kəs bir möminə təam verərsə, belə ki, onu doyuzdura. Heç kəs bilə bilməz ki, Allah Taala ona nə qədər savab, yəni Allah ona o qədər böyük savab verir ki, Allahdan başqa onun əcrinin, mükafatının dünyada və ahirətdə, həm dünyada həm də ahirətdə Allahın verəcəyi o əvəz, o savabın heç kəs bilməz. La mələkun müqərrəbun və la nəbiyyun mursalun illallahu rabbul aləm. Allahdan başqa, aləmlərin Rəbbi olan Allahdan başqa onun savabını heç kəs bilənməz. Heç mürsəl peyğəmbərlər də və müqərrəb mələklər də bilməz ki, o işdə nə qədər savab vardır ki, bir möminə təam verib, bir müminin qarnını doyuzdurmaq. Və İmam əleyhissalam bunu deyəndən sonra Qur'an-ı Kərimdən ayə oxudu ki, o it'amin fi yevmi zi məsqəbə, o yetimən za məqrəbə, o miskinən za mətrəbə. Ki, bu ayə-i şərifi İmam əleyhissalam oxudu. Bəli, ey mənim Allahım, bugünkü gündə mənə yetimlərə qarşı mərhəmətli davranmağı, təam verməyi və ifşa əs-salam, salamı ifşa, salamı yaymağı, salam verməyi. Baxın, salamlaşmaq, Ağa İmam Hüseyin əleyhissalatu vəssalam buyurubdur ki, salamlaşmaqda, salam verib almayda 70 savab vardır. 69'u birinci salam verənin. Biri, o savabın biri cavab verən. Çünki salam vermək müstəhəbdir, amma cavabını almaq vacibdir. Cavabın hətta namazda da olsun belə, əgər bir müsəlman daxil olub sənə salam versə, əlbəttə namazda bu bir şəri məsələdir. Onun dediyi tərzdə, o ki dedi, əssalamu aleykum, gərək sən də o cürə namazdasansa, namaz qıla-qıla ki, zikri saxlayıb, qiraəti saxlayıb, məsələn, qiraətdəsən, o cürə ona elə, onun dediyi tərzdə də cavab verəsən. Hətta namazda da olsan belə. Bəli, salam verməkdə 70 savab var, onun 69'u birinci salam verənindir. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh buyurubdur. Əla uxbirukum bi xeyri əxlaqi əhlid dünya vəl axirə. Ey insanlar, sizə xəbər verimmi, söyləyimmi ki, dünya və axirət əhlinin ən əxlaqlısı, əxlaqı cəhətdən ən xeyirləri, ən üstünləri kimlərdir? Dünya və axirət əhlindən əxlaqı ən üstün olan kimlərdir dedilər. Bəla ya Resulallah. Həzrət buyurdu ki, o kəslər ki, salamı aşkara verərlər, salamı onlar ifşa eləyərlər, salamı yayarlar.
Bəli, ilahi, mənə bugünkü gündə salamı ifşa etməyi, salam verməyi mənə nəsib etkinən və dəyərli bacı qardaşlarım, nə gözəldir ki, bu ayda çoxlu biz Peyğəmbərimizə sallallahu aleyhi və aleyhi və onun pak əhli beytinə salam verək bu ayda çox. Əssalamu aleykə ya Əba Əbdillahil Hüseyn. Yad eləyək, İmam Zaman ağa Əccəlallahu Fərəcəf Şərif, ona salam verək. Allahım, bugünkü gündə yaxşı insanlarla, kəramətli kişilərlə, kəramətli insanlarla həm söhbət olmağı mənə nəsib elə. Ey arzu çəkənlərin sığınacağı, pənahgahı olan Allah ki, dualarımızı qəbul etkinən, bəli, yaxşı insanlarla həm söhbət olmalı. Hədislərdə var, alimlərlə oturdur eləyin. Alimin yanına gedib gəlmək, alimlə həm söhbət olmaq, əl-uləma kəl-əttar, ətir satan kimidirlər. Alimlər ətir satan kimi. Yəni necə bir şəxs əgər onun dostu ətir satandırsa, ətir dükanına gedib gəlirsə, mütləq onun özündən, o dükana gedib gələndən, evinə gedib gələndə, ailəsinin yanına gələndə ki, ondan ətir iyi gələcəkdir. Yəni ərzaq dükanına gedib gəlmək, insanın cibində pulu olmasa, ərzaq almasa, yəni o ərzaqdan ona bir şey yetişməz. Amma ətir elə bir şeydir ki, insan gedib ətir dükanına getsə, orada qalsa, ətir satanla yoldaşlıq eləsə, o ətirin iyi ondan gələcəkdir. Alimlər o cürədir. Din əhli ilə, dindar insanlarla, əqidəli insanlarla həm söhbət olmaq, oturdur eləmək məsləhət görülür və dua olunur. Bu Ramazan ayında 8-ci gündəki Allahdan məhz onu istəyir ki, yaxşı, kəramətli kişilərlə, kəramətli insanlarla həm söhbət olmağı, oturdur eləməyi Allah bizlərə nəsib elər. Din əhli ilə oturdur eləmək, İmam Sadiq əleyhissalatu vəssalam buyurubdur ki, şərəf-ı dünya vəl-axirə, dünyanın və ahirətin şərəfidir. Allahın ver izzət-i cəlalına, Allah Teala dualarımızı qəbul etsin. Allah Teala gözəl insanlarla həmnişin olmağı, öz dostlarını Allah Teala bizlərə dost qərar versin inşallah. Bizi təam verənlərdən, bizi salamı ifşa edənlərdən Allah qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.